videoya baxın və fərqinə varın ki, uşağın sağlam psixi inkişafı olması üçün ana ilə arasındakı bağ nə qədər önəmlidir. Biz həmin valideynə bildirdikdə ki, evladınızda əsaslı dəyişikliklər olması üçün siz də müəyyən qədər terapiya almalı və yaxud da ümumilikdə siz də psixi sağlamlığınıza riayət etməlisiniz dedikdə anlamaq istəmirlər. Hətta bizi bu xəbərdarlığı etdiyimiz üçün qınayırlar. Elmi tədqiqatlar göstərir ki, ananın hamiləlik və evladının erkən yaşlarında psixi sağlamlığının olması uşağın beyin və stress tənzimlənmə sisteminə birbaşa təsir edir. 2014-cü il Lancet Psixiatri jurnalında yayımlanan meta-analizə görə ananın yüksək kortizol səviyyəsi və yaxud da prenatal depressiyası övladında anksiyetə, yəni təşviş, həyəcan, yuxu və emosional tənzimləmədə çətinliklərə səbəb ola bilir. Yəni ananın emosional, kognitiv, psixi rifahı övladının sağlam inkişafı üçün əsas qoruyucu amildir.